Sadə ədədlər cədvəlini əzbərləmək çətindir. Öyrətdiyim bu üsuldan heç ehtiyac olmayacaq. Gəl izah edib, getdik. Deməli, 2 dənə belə bir ədəd vermişəm, 157 və 267. Üsulumuz necədir? 157 ədədindən təqribi kök alaq, təqribən 12 dəfə düşər. 12 tam neçəsə çıxacaq. Burada 12-yə qədər olan sadə ədədlərimizi yazırıq. Hansılardır? 2, 3, 5, 7 və 11. Bir-bir yoxlayıram. Bu 157 2-yə bölünürmü? Bölünmür. 157 3-ə bölünürmü? Xeyr, bölünmür. Rəqəmlərinin cəmi 3-ə bölünmür. 157 5-ə bölünürmü? Xeyr, bölünmür. Çünki son rəqəminə baxırıq. 5-ə bitmirsə, 0-la bitmirsə bölünmə yoxdur. 157 bölünürmü 7-yə? 157-nin içində deməli 7 2 dəfə 17 yox, bölünmür. Bu da getdi. 157 11-ə bölünürmü? Xeyr, ona da bölünməyəcək. Deməli, bizim bu 157 ədədimiz sadə ədəddir. Eyni qaydanı tətbiq edirəm 267 ədədinə. Təqribi kök alıram. Təqribən 16 tam neçəsə düşəcək. Bizə əsas tam hissəsi lazımdır. 16-dan kiçik sadə ədədlərimiz hansıdır? 2, 3, 5, 7, 11 və 13. Bir-bir 267-ni bu verilən sadə ədədlərə bölürük. 267 2-yə bölünürmü? Xeyr, çünki cüt ədəd deyil. 3-ə bölünürmü? Rəqəmlərinin cəminə baxıram. 2 ilə 6 8, 8-in üstə 7 15, 15-ə bölündüyü üçün deməli 267 ədədi də 3-ə bölünür. Bu sadələrdən əgər hansısa birisinə bölünürsə, deməli həmin ədəd hökmən mürəkkəb ədəddir. Deməli 267 ədədi mürəkkəb ədəddir. Sən də bu tip videoların davamını gəlməyini istəyirsənsə, kanala abunə olub dostlarınla paylaşmağı unutma. Hələlik.